Gicitgəndən min dərdin dərmanı dolma hazırlamışam. Təsəvvür edirsiniz, əlimi yandıra-yandıra o möhtəşəm yeməyi artıq sizlər üçün də paylaşım etdim. Gicitgən bilirsiniz ki, yandırır, amma yandırmağı da çox xeyirli. Yəni soyuq dəymən bir nömrəli dərmanıdır. Gicitgənləri yarpaq-yarpaq yığıram, tərtəmiz yuduqdan sonra əlimlə üzərlərindən sıxdığım zaman yarpaq yumşalır. Yəni o tikanlar, belə deyim də, artıq sizi incitmir. Daha sonra içliyi hazırlayıram. Yarpaq çox, belə deyim də, ince olduğundan toyuq əti daha çox yaraşır. Toyuğun çəkilmiş ətidir, soğandır, keşnişdir, nanədir. Bir xörək qaşığı qatıq, duz istiot vurdum. Daha sonra isə bir qədər içlikdən götürüb yarpaqda eyni yarpaq dolmasını necə bükürük yarpağa, eyni qaydada gicitgənin yarpaqlarına bükürük. Uşaqlıqda demək olar ki, aprel-may aylarında ən çox yediyim dolmalardan biri gicitgən dolması idi. Böyüdükcə özüm düzdür gec-gec hazırlayırdım. Çünki bu cür yarpaqlı gicitgənlər Bakıda tapmaq olmur, amma rayonda olduğum üçün rahat şəkildə həyətdən yığıb hazırlaya bilirəm. Çox xeyirlidir, çox ləzzətlidir, dəyişik dadları sevən, incə, inanın ki, ağzınızda əriyir də. Sanki bir dənə marojnadır da, yəni bu dolmada çox dadlıdır. Belə bükürəm, ondan sonra qazana kərə yağı əlavə edirəm və dolmaları adi qaydada yığıram. Üzərindən də bir dilim yağ qoyuram və duzlu su əlavə edirəm. Üzərini örtürəm. Vamxotda 25-30 dəqiqəyə dəhşətli bir yemək hazır olur. Və bu dolmanın ən əsas xüsusiyyəti bu dolmanı turşu ilə yemək lazımdır. Çox ləzzətli olur. Mən əzgil turşusu ilə yeyirəm. Qatıqla da yeyə bilər. Məsələn, mənim oğlum qatıqla yeyir. Amma mən ürəyim gedir turşu ilə bu dolmanı yemək üçün. Çox ləzzətlidir. Nə qədər ki, gicitgən hələ belə deyim də bitməyib. Hazırlayın. Hazırlayanlara indi nuş olsun deyirəm. Sağ olun, salamatla qalın.